Salam, hər vaxtın xeyir olsun. Biz evimizin kombisini stanovka elədik, qurtardıq. Allah xeyir versin, Allah olmayanlara da qismət eləsin. Evimiz Ceyranbatanda olan evimizdir. Burada bütün çəkilişlərin hamısı var idi. YouTube kanalında var. Kombimizdə xodlamışıq. Enerqazlı kombimizdə. Qaz regulyatordur, qaz manometrdir. Gördüyünüz kimi qoşulma belə olmalıdır. Kombininki ayrı, burada da pitminutk olacaq, o da ayrı. Və sistemimizi gördüyünüz kimi antifrizlə işlədirik. Motor da qoymuşuq, bax bu cür qoşulmadır. Kollektorımız da sinifdir. Görürsünüz 49 dərəcəni yığıbdır. Təzyiqimiz də yerindədir. Antifriz də budur. Gedək kollektorumuzu da çəkək. Çıxaq. Buranın çəkilişi var idi. Gördüyünüz kimi. Yəni axırda da dedim xodlayana da bir dəfə çəkiliş eləyim. Budur kollektorumuz. Gördüyünüz kimi. Bunlar da bir gözü elə bil əlavədə eləyir. Niyə? Burada yerimiz az olduğuna görə görürsünüz burada nə boyda məsafə saxlamışam. Bax burada da 12.000. Ona görə bir dənə də əlavə tranik qoydum ki, elə işləsin. İndi isə qəşəng. Bax bu hissədə istidir, orada hər yeri istidir. Gördüyünüz kimi əzizləyicilər. İnşallah növbəti işimiz ayın 13-ü gedirəm Şuşaya. Şuşada bir işim var. Gedib o material yazıb, inşallah gedib onu da işləyəcəm. Orada da çəkiliş eləyib paylaşacağım. Baxarsınız orada qaz olmadığına görə elektrikli olan kombidən qoyacağım. Onu da çəkiliş eləyib paylaşacağım. Hələlik bu qədər əzizləyicilər. İnşallah növbəti videolarda paylaşana qədər sizlər də abunə olmağı unutmayın. Sizlərin abunə olmaq bizlər üçün çox önəmlidir. Sağ olun əzizləyicilər.